Hamıya salam. Mən bugün sizinlə 1 fevral keçirilmiş 9-cu sinif OTK sınaq imtahanına baxmaq istəyirəm. Gəlin elə birinci sualdan başlayaq. Birinci sualda sözün mənasını tapmalıyıq, yəni uyğun sözü qoymalıyıq bura. İkinci tərəfdən başlayın həmişə. But varsa, ikinci tərəfdən başlamaq rahat olur. But I'm sorry if my words upset you. Əgər mən səni üzdümsə, yəni sözlərimlə sənin qəlbini qırdımsa, üzr istəyirəm. I didn't want you with my comments offend. Olar burada incitmək sözü. Kompliment eləyərək sən heç kimin qəlbinə dəyə bilməzsən. Support dəstək edərək olmaz, dəyər verərək olmaz, kömək edərək də olmaz. Offend incitmək. Fikir verin, burada hamısı mənfi mənalıdır. Yəni 4 dənəsi mənfi mənalıdır. Bir dənə burada offend var ki, mənfi yox daha doğrusu, müsbət mənalıdır. Bir dənə offend var ki, mənfi mənalıdır. Elə cavabımız da D-dir. Gəlirəm bura, yenə definition sözünün sinonimini tapmalıyıq. Close meaning olanda həmişə sinonim yadda saxlayın. Provide, baxıram ki, təmin etmək mənasındadır. Yəni, nə isə əlavə vəsait kimi saxlamaq. Məsələn, the school will provide students with all the necessary materials for the course. Deyir ki, məktəb bütün şagirdləri lazımlı materiallarla təmin edir. Yəni, supply dəstəkləyir. Yəni, əlavə material verir onlara. Baxıram buna. Deməli, only-dən sonra, baxın, only-dən sonra 2 dənə variantımız düzdür. Ya FU gəlməlidir, ya da a little gəlməlidir. FU gəlirsə, yəni bu, FU, bir də a little. A little biz bilirik ki, sayılmayanlarla işlənir. FU isə sayılanla işlənir. Baxırıq, burada görürük ki, students var. Deməli, cavabımız Y. Baxıram o birisinə. Burada bizdən tələb olunur modal verbs, yəni birinci fikir verək ki, nöqtələrdən sonra ilə işləyək. Nöqtədən sonra to yoxdursa, baxın burada to yoxdursa, rahat variantlara gedə bilərik. Məsələn, mən görürəm ki, burada able var, amma able'ın to'su yoxdur da. Bu həmişə to ilə işlənir. Ona görə bunu atıram, getdi. Sonra shouldn't var, qalsın, can't var, qalsın. May ilə heç vaxt to işlənmir. Bunu da atıram, getsin. Qalıram 3 variant arasında. Mən sizə bir gizli də deməyim, bəlkə də bəzi uşaqlar bilir, amma tutaq ki, test işləyirsiniz, imtahandasınız, bu 3 variant arasında qalmısınız. Əgər 2 inkar varsa, ikisini də atın getsin, cavabınız C olur. Yox, əgər 2 dənə təsdiq, 1 dənə inkar varsa, cavabınız inkar olur. Yəni, burada əksinədir. Əslində, çoxluq nədirsə cavab olur. Yəni, çoxluq nə edirsə cavab olur. Amma burada əksinə tək nə qalırsa cavab odur. Görürsünüz, inkar var, inkar var. Ola bilməz ki, bir cümlədə 2 dənə inkar uyğun gəlsin də. Ona görə cavabınız elə təsdiqdir, C variantıdır. 60-a baxıram. 60-da zaman uzlaşmasıdır. Baxıram, görürəm ki, when var ortada. Bir dənə bu when görürəm. When-dən əvvələ baxıram. Keçmişdir. Keçmişlə nə uzlaşır? Keçmiş uzlaşır. Baxıram, görürəm ki, elə bir dənə yedi keçmiş olan. Bu stay indikidir. Have stayed bitmişdi, indiki bitmişdi. Will stay gələcək zamandır. Won't stay'dəki will'in inkarıdır. Ona görə Y variantıdır. Gəlirəm 61-ə. Article'dır. Information sayılmır. Özündən sonra article tələb, özündən əvvəl article tələb eləyə bilməz. Ona görə baxıram, görürəm ki, nə gedir? Bu gedir. Sonra hansı gedir? En article tələb eləmir. Bir dəqiqə. Baxıram, görürəm ki, məsələn, hansı getsin? En getsin, bu getsin. Qalaq bu üçü arasında. Çünki siz diqqətli olun ki, ola bilər information Z ilə işlənsin. Amma 100%dir ki, en-lə işlənə bilməz. En yalnız sayıla bilənlərlə işlənir. İndi mən baxıram ki, ikinci tərəfinə. İkinci tərəfində məndə nə var? Message sözü var. Message sözü sayılır və baxıram, görürəm ki, təkdədir. Təkdə olandan düzdür, ən işlənir təkdə olandan. Amma ki, burada işlənməz. Çünki ən sait səslə başlayanlarla işlənir. Amma məndə message hansı ilə başlayır? Samitlə. Ona görə bu gedir, getsin. Qalırıq D ya da Y arasında. Baxıram, görürəm ki, D ilə Y-nin bir-birindən fərqi nədir? Birində Z gəlir, birində də ki, boş gəlib. Normalda siz götürərsiniz, bu boşu.
Düzdürmü? Və bu boşu götürərsiniz ki, hə, yəni information'dır, sayılmır, D-ni götürərəm, yəni keçərəm o birisini eləyərəm, amma olmaz. Siz bir dənə diqqətlə cümləyə bax. I couldn't find information I needed on the website, so I sent them message. Burada sizdən konkret olaraq, yəni hansısa bir informasiya haqqında soruşur. Tutaq ki, burada olsaydı ki, random bir information, yəni sırf bu cümlə olmasaydı, başqa bir cümlə olsaydı, orada information sözü olsaydı, mən də razılaşardım, hə, yəni götürərdi ki, boşluq olmalıdır, yəni D variantı olmalıdır. Amma burada cümləni bir dənə oxuyun və fikir verin. Deyir ki, I couldn't find information I needed on the website. Bax, açar söz bu hissədir, açar cümlə bu hissədir. Əgər bu hissə olmasaydı, mən sizdən razılaşardım. Yəni, deyərdim ki, düz deyirsiniz. Yəni, burada boşluq olmalıdır. Amma ki, açar söz bu hissə olduğuna görə deyir, mən internetdə axtardığım informasiyanı tapmadım. Yəni, həmin o informasiya mənə məlumdur. Mən bilirəm nə olduğunu. Ona görə bir dənə bura Z qoymalısınız. Buradakı E qoymalısınız. Olur variant E. Burada diqqətli olun, imtahana da düşə bilər. Biraz qarışıq sualdır. Gəldim 62-ci suala. Baxıram, definition tələb olunur. Confused daşbaş qalmaqdır, yəni əmin olmamaq. Unsure sözünü görürəm burada. Yazıram 1-ə B-ni. Terrify qorxuludur. Bu gedir C-yə. Baxın, burada fear sözü var. Gəlir ora. Burada qalır A. B, C, A. Elə variantımız A-dır. Gəldim bura. Did they do all homework by? Baxıram cümlənin mübtədası hansıdır? Z görürəm burada. Z görən kimi bilirəm ki, cavabım D-dir. Gəldim bura. Gəlirəm sayılan sayılmayan, yəni ən asan mövzuya. To miqdar sayla heç vaxt news işlənməz, atdım getdi. A spoon of salt olar. A pair of socks olar. Several bars of chocolate olar. A few bars olmalıydı. Çünki a few'dan sonra həmişə sayılan cəm gəlməlidir. 2, 3 və 4. Y. Siz deyə bilərsiniz ki, bu a pair of socks sözü niyə pairs olmayıb da bir cüt deməkdir, düzdürmü? Cüt 2 deməkdir də. Amma burada siz diqqətli olun ki, a pair sözü özü zaten cüt deməkdir. Bir də mən onu cütləsəm, olur 2. Yəni, mənə article da lazım olmur burada. 2 dənə cüt olur. Ümumi 4 corab olur. Düzdürmü? Ona görə siz orada diqqətli olun. A pair sözlərində həmişə diqqətli olun ki, cəmdə verilməsin. Gəldim 65-ci suala. Bu sual biraz qarışıqdır. Yəni, uşaqlar burada çaşbaş qalırlar ki, bu hansı mövzudur belə. Mən sizə bir söz deyim. Əgər bir cümlədəki nə qədər of görsəz, nə qədər ing görsəz, və baxın, burada da of var, burada da of var. Yəni, belə bir sual görsəz, of və ing-li cümlə çox görsəz, deməli, bu mübtəda xəbər uzlaşmasıdır. Mübtəda xəbər uzlaşmasını necə tapırsınız? Ya ofdan əvvəlkinə baxırsınız, xəbərlə uzlaşdırırsınız, düz gəlirsə, yəni götürürsünüz. Ya da ki, ing ilə başlayan söz varsa, bunun xəbəri həmişə təkdə olmalıdır ki, görürsünüz, bu da təkdədir. İndi gəlin, başdan eləyək, ardıcıllıqla eləyək. Deməli, gəlin birinci cümləyə baxaq. Ofdan əvvəl nə gəlib? Grains gəlib. Cəmdədirmi? Cəmdədir. Xəbərim cəmdə olmalıdır. Görürsünüz, cəmdədir. Ona görə götürdüm. Yəni 1. Gəlirəm 2-yə. A lot of weather. Ofdan əvvələ baxıram. Daha doğrusu burada a lot of-a baxıram. Özündən sonra həm sayılan tək, sayılan cəm, sayılmayan tək istəyir. Weather sayılmır, təkdədir. Ümumiyyətlə, changes-ə də baxa bilərsiniz, cəmdədir. Yəni, bunu düz kimi götürürəm. Sonra, ofdan əvvələ baxıram burada, cəm gəlib, bir dənə xəbərə baxıram, helps təkdədir. Siz heç vaxt bunu cəm kimi götürməyin. Bu help'ın s-sı cəmli deyil. Ümumiyyətlə, feil cəmlənə bilməz. Buradakı s nəyin s-sıdır? Does'ın s-sıdır. Baxın, bunun s-sıdır. Bu s elə təsəvvür edin ki, gəlib oturub burada. Ona görə bu təkdədir. Yəni, bu getdi. Çünki bu cəmdədir, bu təkdədir, uzlaşmır. Gəlirəm, baxıram. Burada ümumiyyətlə fikir verin. Many özündən sonra sayılan cəm istəyir. Amma burada ayrın dəmirdir. Dəmir sayılmır axı. Ona görə bu təmiz getdi. Burada da ing var. Xəbərimiz də təkdə olmalıdır. Və təkdədir. Ona görə variantımız 1, 2, 5 olur.
Sonra 66. Aha. Deməli, burada zərfdir, zərflidir. Drove sürməkdir. Deyir ki, o sürürdü. Necə sürürdü? Bir dənə cümlənin dərəcəsini tapmalıyıq. Baxıram cümləyə, tam olaraq baxıram, görürəm ki, elə bir cümlə göstəricisi yoxdur. Yəni dərəcə göstəricisi yoxdur. Ona görə adi dərəcə götürürəm. Deməli, burada carefully olmalıdır. Baxın, bu olmalıdır. Çünki maşın sürməkdən söhbət gedir. Zərfdir, hərəkətlə bağlıdır və dərəcə yoxdur. In the car. Burada in the car deyə bilərsiniz ki, hə, burada in var, üstünlük dərəcəsidir. Xeyr, burada üstünlük dərəcəsidir. Bu maşının içində deməkdir. Desəydim ki, maşınların içində ən sürətli gedəndir. Hə, burada deyə bilərsiniz ki, üstünlük dərəcəsidir. Amma bu üstünlük deyil. Sonra gəldim 67-yə. Aha, baxıram ki, burada dərəcə göstəricim bir dənə zən var. Orada görünməsə belə biraz gözümə zən dəyir. Zən dəyirsə, deməli mən müqayisə dərəcəsinə getməliyəm. Bu müqayisədir, amma morla betə heç vaxt yanaşı olmaz. Bu üstünlükdür, bu more worse olmaz. Bu da olmaz. Daha doğrusu bu worse olar, bu betə də olar. Gəlin indi tərcüməyə baxaq. Betə daha yaxşı deməkdir, worse daha pis deməkdir. It's to stay at home than to go out in such bad weather. Deyir ki, pis havada bayıra çıxmaqdansa evdə oturmaq ən yaxşı seçimdir, daha yaxşı seçimdir. Deməli, betə. Altından xətt çəkilmiş sözə opposite nə idi? Əks mənalı. Discovered kəşf etmək deməkdir. Kəşf etməyin əks mənalısı hid, gizlətmək, disclosed, bağlamaq, elə 2-4. Daha doğrusu, lost da var, itirmək də var. 2-4, disclosed, bağlamaq tam uyğun olarmı? Discovered, bunun daha doğrusu başlanğıcı dislə başladığına görə siz burada dis götürə bilməzsiniz, onu nəzərə alın. Ona görə 5 gedir. Qalır bizdə variant elə 2-4. Eyni Azərbaycan dili kimi. Məsələn, namərd, bir də söz var idi. Dadlı, dadsız. Dadlı, dadsız eyni antonim olmur axı, çünki kökləri eynidir. İngilis dilində də belədir. Siz dis görüb, dis götürə bilməzsiniz. 2-4 olur variantımız. Sonra gəldik short textə. Aha. Baxıram ki, dear Anna, how you... Deməli, gəlin variantla işləyək. Jane started school last month and feel completely confident. Görə nə vaxt başlayıb? Last month yoxsa last week? Last week başlayıb. Ona görə A getdi yoluna. Jane is nervous and wants to avoid new challenges. Görək ki, o... Baxaq görək, gərgin idi. This improve my skills as I am excited for the challenges ahead. Deyir ki, mən çətinliklərin öhdəsindən gəlmək üçün çox həyəcanlıyam. Burada deyirdi ki, avoid, qaçırdı yeniliklərdən, yəni challenge'lardan qaçırdı. Yox, qaçmırdı. Getdi. Anna wants to know how Jane's school year is going. Anna bilmək istəyirdi ki, o... Jane'in məktəb ili necə keçib? Görək onun haqqındaydı. Baxaq görək, elə bir şey varmı? Please tell me how your school years. Anna istəyirdi, yoxsa Jane istəyirdi? Jane. Baxın, Jane. Birinci həmişə yazan ən aşağıda olur. Amma kimə yazdığımız isə həmişə yuxarıda olur. Baxın, deməli, Jane istəyirdi ki, Anna ona danışsın. Deməli, burada amma Anna deyilir, tərsinə deyiblər. Bu getdi. Qaldım D-də. Jane hopes to improve her English and attend drama school. Drama school'da deyir, oxuyaraq, iştirak edərək İngilis dilini möhkəmləndirmək istəyirdi. Baxaq görək, elədirmi? Aha, Jane hopes to improve her English and join the drama club. Elə variant D-dir. Hər ehtimal Y-yə də baxaq. Anna's new teacher is kind and helpful for everyone. Our teacher... Yox, burada Anna'nın deyil də, Jane'indir. Baxın,
Məktub yazan, yenə də deyirəm ki, baxın belə götürək. Bunları silim, rahat olsun. Baxın, siz təsəvvür edin ki, WhatsApp mesajlaşmasındasınız da. WhatsAppda kimə yazdığınızın adı harda olur? Təbii ki, yuxarıda olur. Amma mən yazdığım, yəni mən klaviaturada harda yazıram? Aşağıda yazıram. Elə yadda saxlayın. Eyni ilə short text işləyəndə də elə təsəvvür edin. Bu mənə, baxın, bu yazandı klaviaturada. Ən aşağı hissədə klaviaturada yazandı. Amma kimə yazıram? WhatsAppda ən üstdə o şəkli olan, profil şəkli adam olan Annaya. Testlərdə də elə yadda saxlayın. Yazan və yazılan. Belə, WhatsAppdakı kimi, eyni WhatsAppdakı kimi. Ona görə burada sizi verirlər, adları tərsinə yazırlar. Sizi çaşdırırlar. Yəni, variant Y-də gedir, qalır D. Gəldim 70-ə. Join Sunny Language Schools this summer. We offer fun. Yenə çaşıb oxuyuram, oxumaq istəmirəm. Keçirəm variantlara. Sunny Language School offers small classes led by skilled teachers. Baxaq görək, balaca məktəb sinif verirdi bizə, yoxsa yox. Baxaq, small classes and friendly atmosphere. Deməli, baxaq görək nə var. Sunny Language School offers small classes led by skilled teachers. We offer some for experienced teachers. Small. Improve your skills. Sign up. Bu hələlik qalsın, bu müəmmalıdır. Bəyə baxıram. You need to have a good level of English to attend these classes. Deyir ki, sənin yaxşı bir ingilis dili levelin olmalıdır ki, sən bu məktəbə qəbul olasan, iştirak edəsən. You need to have a, baxaq görək. We offer fun English lesson. Bu cümləyə aid bir qeyd tapmadım daha doğrusu. Bu da qalsın. Gəlirəm C-yə. C zaten burada görəm ki, bir dənə not var. İnkarlıq var. Atdım getdi. İnkarlıq görən kimi atıram. Only var. Baxın, only olan kimi atdım getdi. The school has a strict atmosphere and makes listening less active. Yenə inkarlıq var. Less. Less az deməkdir. Ona görə bunu da atdım getdi. Qalıram A-la B arasında. B haqqında mənə bir məlumat verilməyib. You need to have a good level of English to attend the classes. Deyir ki, sənin bu məktəbdə, sinifdə iştirak etmək üçün yaxşı bir levelin olmalıdır, ingilis dil səviyyən olmalıdır. Burada da adı da deyir, Sunny Language Schools offers small classes led by skilled teachers. Deyir, bu Sunny School sizə balaca bir sinif otağı verir və təcrübəli müəllimlərlə əhatə olunmuş. Yəni, mən A variantını götürürəm. Çünki B variantına aid heç bir qeyd yoxdur məndə. Baxın. We offer fun English lesson for all age, experienced teachers, small classes and friendly atmosphere. Improve your skills, reading and writing skills. Sing up today and enjoy learning with the new friends. Yox, heç bir, yəni level-ə aid heç bir qeyd yoxdur. Ona görə mən onu götürmürəm. Variantım elə A-dır. Gəldim 71-ə. The school library, baxaq görək, məktəb kitabxanasıdır. The school gave no varsa neynirəm, baxmadan getdi. Must be returned after Monday to avoid problems. Baxaq görək. Axı Monday bağlıdır bu. Mən Monday necə gedim kitabımı qaytarım? Bağlıdır, olmaz. Gəldim C-yə. The library will stay open on Monday during cleaning. Next Monday, baxın yenə deyirəm. Next Monday cleaning closed, yəni bağlıdır. Təmizlik işlərinə görə bağlıdır. Please renew your books before Friday or keep them longer. Görək var. Please return update borrowing period your books before Friday. Aha, bu hardasa uyğun gəlir, tam uyğun gəlmir amma. Baxım görüm. Renew you keep on the longer. Yox. No. Burada deyir ki, daha uzun saxlayın özünüzdə. Hələ ki, bundan mən mövzu açmadım. Baxıram ya, on Monday the library will stay closed due to the cleaning. Bazar ertəsi günü kitabxana təmizliklə bağlı
bağlanacaq, yəni bağlı olacaq. Elə variant burada Y-dir. D niyə səhvdir? Çünki please renew your books before Friday or keep them longer. Baxın, burada return or update the borrowing period of your books before Friday. Yəni burada keep them longer ilə bağlı heç nə demir. Gəldim mətn işləməyə. Mətni oxumuram. Gəlirəm birinci sual. Baxın, mainly about mən həmişə axırda eləyirəm. Gəlirəm bura. What does Scott Flansburgh believe about learning maths? Burada bir dənə bu adın altını çizirəm. Believe sözünü. Learning maths. Gəlirəm bu üç sözü mətndə axtarıram. Aha, baxıram ki believe hər üçü bir cümlədə olmalıdır. Məsələn, burada düzdür, həmin adamın adı var. Maths sözü də var, amma believe yoxdur. Ona görə keçirəm bu birisi tərəfə. Baxım görüm. Buralarda yoxdur. He believes that everyone can be good at maths with the right method. Mənim açar sözüm budur. Right method. Bu sözü tapmalıyam. Gəlirəm, baxıram. Baxaq. Only var. Only mən atdım, getdi. Cümləni atıram, gedir. Sonra yenə only var. Getdik. Sonra metod sözü. He shows that math is just about numbers and nothing else. Yenə nothing var, inkar var. Atdım, getdi. İnkar olanda, yəni necə deyim mən sizə? Belə 99%, yəni səhvdir o cümlə. İnkar varsa atın, getsin. Gəlirəm, baxıram ki he thinks people should use tricks instead of learning real maths. Instead of varsa, yenə də 90% hallarda səhvdir variant. Gəldim, baxın, correct method görsünüz. Variantım elə dedi. Gəlin, mən sizə deyim, burada da tutaq ki, görsünüz, metod sözü yoxdur. Burada da metod sözü yoxdur. Burada da yoxdur. Burada var, traditional methods var, amma only olduğuna görə səhvdir. Elə variantım olur D. İstəsəz özünüz sonra yoxlayarsınız. Yenə də, baxın, mən dediyim taktikalar düzdür, yəni, əmin ola bilərsiniz. Gəlirəm, yenə cümləyə baxıram. Book sözünü yadımda saxlayıram. Scott Flansburgh. Gəlirəm book sözündən. Görək book sözü haradaydı? Aha. Book. Baxaq. Aha, books tapdım. Maths magic. He teaches simple tricks to help people to math in their heads. Deməli, burada hansı sözləri yadda saxlayıram? Maths magic. Teach simple tricks. Bunu help people math in their head. Yəni cümləni yadda saxlayıram qısacası. Gəlirəm, baxıram. Yenə only var. Atdım, getdi. Mən bu bezdim onlylərdən. Nə qədər only olar? Encourage, rely on. Kalkulator sözü ümumiyyətlə eşitmədim. Fun sözü eşitmədim. Eşitmədim deyəndə ki, yəni görmədim. Yenə kalkulator getdi. Elə variantım qaldı A. Baxın. Orada head sözü var idi, trick sözü var idi. Yəni A variantıdır. Gəlirəm 75-ə. False olan seçməliyəm. Yenə də deyirəm, only olan 99% səhvdir. Elə variantım A-dır. Gəlin o biri variantlara baxaq. İnkarlıq yoxdur ki, görsünüz, yoxdur. Yəni variantım A-dır. Yenə də gəlin əmin olmaq üçün mətndən gedək. Məsələn, Scott travels globally, inspire young people through maths. Globally inspire people through. Gəlin sözlərə baxaq. Aha, globally travel. Bu sözlər hardadır? Burada yoxdur. Baxın. He travels around the world, teach students to enjoy maths. Bir həzz almağı öyrədirdi uşaqlara. Elə variantımız o düzdür. Inspire people through maths. Scott could even solve math problems faster using mind instead of calculator. Calculator sözünü baxaq. Math sözünü tapaq. Baxın, he faster than a calculator. O kalkulatordan belə sürətli idi.
Ona görə getdim. As a boy, Scott realized he was faster as maths than his teachers. O deyir ki, uşaqlığında hiss elədi ki, o müəllimlərindən daha sürətli hesablayır. He noticed that he could solve math problems faster than his teachers. Bu da düzdür. Sonra Scott was the one of who created special event known as World Math Day. Deyir ki, Dünya Riyaziyyat Gününü o yaradıb. Gəlin baxaq. Görək o yaradıb. Baxın. Scott also created. Yəni o nəyi yaradıb? Dünya Riyaziyyat Gününü, Riyaziyyatçılar Gününü. Görürsünüz, variantım A'dır. Sonra gəldim 76-ya. True olanı seçməliyəm. Yəni düz olan lazımdır mənə. Gəlin birinci səhv olanlarımızı çıxaq görək, necə çıxarıq. Məsələn, bu getdi, buna deyə bilmərəm. Does not var, inkar var. İnkar varsa, Flashbook is powerful example that learning does not having to be boring. Bunu yenə düzdür, inkarlıq var, amma yenə də mətnə baxmalıyam. Çünki ola bilər ki, bu cümlədə sırf inkarlıq mənası düz olsun. Bu true false-da biraz diqqətli olun. Bu qalsın eləlik. Only falan yoxdur burada. Yoxdur. Gəlin mətndən baxaq. Flashburg was given the title fastest human calculator because he impressed his teachers. Baxaq görək, düzdürmü? The fastest human calculator. Belə adlandırmışdılar onu. People call him the human calculator because they must fastest yox, elə adlandırmamışdılar. De. Guinness World gave him the title fastest human calculator. He was faster than calculator. Deyir, o kalkulatordan da sürətli olduğu üçün onu belə adlandırmışlar. Amma müəllimləri ilə bağlı deyildi, yəni sırf kalkulatorla sürətli olduqları üçün. Ona görə bir səhvdir. Flashburg is a powerful example that learning does not have to be boring. Deyir ki, Flashburg ən güclü nümunədir ki, öyrənmək heç vaxt sıxıcı deyil. Boring sözünü tapaq. Baxaq. Deməli, bu başlarda olar böyük ehtimal ki. Because math calculator he can add, multiply, divide, bölmək. He was young, need to solve problems. He believes that you gives him the people must in their heads is a great example of the how learning can be fun. Baxın, orada boring sözünü funla əvəz eləyiblər, amma düz variant. Yəni 2 düzdür. 2-ni saxlayıram. Flashburg explains complicated math theories used by university. Universitetdə deyir ki, mürəkkəb riyaziyyat məsələlərini açıqlayırdı. Düzü, mən elə bir şey görmədim. Yox, elə bir şey yoxdur. Heç universitetlə bağlı bir şey yoxdur. Yox, səhvdir. Onu götürmürəm. Gəlirəm 4-də. Flashburg is skilled at solving for basic operations with speed and action. Deyir ki, o 4 ədəd basic, yəni asan operationları, yəni çıxmaq, bölmək, vurmaq, toplamaq beynində çox sürətlə həll edə bilirdi. Elə variant 2-4. Bir də qaldı bizim əsas mənamız. Gəlin ona baxaq. Ümumi nə mənadır? Ümumi yəni nə ola bilər? Mətnin əsas mənası nə ola bilər? Gəlirəm, baxıram ki, and his math teachers. Deyir ki, Scott Flashburg and onun riyaziyyat müəllimləri. Heç adiyyat yoxdur, yəni onun barəsində danışmadım. Travel, səyahət haqqında danışmadım. Invention of the way calculate using technology. Texnologiyanın, kalkulatorun texnologiyada istifadəsi getdi. Scott's child and his problems with learning math. Scott'un deyir ki, uşaqlığı və riyaziyyat öyrənmə problemi. Əksinə, onun problemi yox idi. Elə variantım qaldı A. Bu da bizim readingimiz. İndi gələk biraz listening işləyək. Yenə heç bir məlumatım yoxdur. Sizinlə bir yerdə eləyirəm listeningi. Deməli, yenə rənglərlə bağlıdır. Nəsə, Dendrobates have bright colors like blue, yellow or black and white.
Bu nədirsə, yəni ya heyvandır, ya rəng növüdür, bilmirəm nədir bu. Yəni heç bir məlumatım yoxdur bu Dendrobates haqqında. Baxaq görək ki, deyir ki, onun parlaq rəngləri mavi, sarı, qara və ağ nə ilə bağlıdır? To communicate with other animals through colors. Hə, bu heyvandır. Hansısa bir heyvandır, amma bilmirəm hansı heyvandır. To stay cool in the hot rainforest. Deyir ki, soyuq, yağışlı meşələrdə soyuq qalmaq üçün, isti yağışlı meşələrdə soyuq qalmaq üçün. Because they change color with the season. Fəsillərdə rəngini dəyişdiyi üçün. Warn other animals are dangerous. Digər heyvanları təhlükəli olduğunu bildirir. Yəni özü təhlükəlidir deyə digər heyvanları özündən qoruyur. To help other animals hide in the dark rainforest. Deyir ki, kömək edir ki, gizlənməyinə kömək edir meşələrdə. Heç bir məlumatım yoxdur bu sual haqqında və o heyvan haqqında. How the poisonous arrows frogs get the poison? Qurbağadır bu. Frogs. Deyir ki, qurbağadır. O qurbağanın növüdür. Deyir ki, onun zəhəri necə? Yəni necə əldə edirlər? Yəni zəhərlərini necə əldə edirlər? They get the poison from plants. Deyir, bitkilərdən əldə edirlər. Suda yaşayaraq. Deyir, onlar qorxanda zəhərləri belə istehsal olur öz bədənlərində. Deyir, həşəratları yeməklə, bir də born, deyir, doğulanda elə zəhərli dəri ilə doğulurlar. Yəni, heç bir məlumatım yoxdur. Buna qəribə listeningdir. Baxaq. Passage mainly about yenə ən axıra saxlayıram mətnin əsas mənasını. True, false-a gəlirəm. Not varsa 100% deyil, 99% bu false-dur. Yəni, false-anı 1B. Some scientists study the poison of these frogs to help create new medicine. Bəzi alimlər bu şeyi, nədir adı, qurbağanı medisində, yəni tibbdə istifadə edirlər. Bilmirəm, düz ola da bilər, olmaya da bilər. Baxıram, these frogs play a role in the keeping balance of nature. Bu şeylər, qurbağalar təbiətdəki balansı qorumaq üçün faydalıdır. Ola da bilər, olmaya da bilər. Poisonous arrows frogs are safe to touch because their skin is not poisonous. Yəni inkar var, baxın. Not poisonous var, atdım getdi, yəni səhvdir. 1-lə 4 false-dur. Bu sualda 2 dənə düz, 2 dənə səhv olur, yəni həmişə belədir. Əgər 1-lə 4 false-dursa, 2-lə 3-dəki 100% true-dur. Bir sualımız həll oldu. Deməli, mən qısacası belə başa düşdüm ki, qurbağa haqqındadır, zəhərli qurbağa haqqındadır. Bu Dendrobates isə qurbağanın adıdır. Həmin o qurbağanın növüdür. Sonra bu heç bunu sonra yazarıq birlikdə. Yəni qısacası qurbağa haqqındadır. Tam olaraq belə bir şey anladım. İndi gəlin listeningə qulaq asarsa sizlə bir yerdə tapaq. Dendrobates are known as poison arrow frogs. They are small frogs that live in the warm, wet rainforests of Central and South America. These frogs are famous for their bright colors and poisonous skin. Their colors can be blue, yellow, red, green, orange, or black and white. These colors warn other animals, telling, "Stay away, I'm dangerous." Scientists think that poison frogs get their poison from some of the insects they eat. It helps keep nature in balance. Scientists study their poison to learn more about it. Some frog poisons may help make new medicines in the future. For example, their poison might help create painkillers or drugs for heart problems. Sadly, many of these frogs are in danger. People cut down the rainforests where they live.
this destroys their homes. Some people also take these poison frogs from the wild and sell them illegally. Now, many countries protect poison arrow frogs. We must protect their forests so that these special frogs can live safely in the future. 2 dəqiqə ərzində dinləmə mətni əsasında tərtib olunmuş tapşırıqlara yenidən baxın və Aha. Listening çox rahat idi mənə görə. Hamısının cavabını tapdım. Onsuz da bunu sizdən tapmışdım mən. Mən dediyim taktika ilə eləyəndə zaten bir dənə sual hazır olur. Bir dənə burada diqqətli oldum və cavab anında çıxdı. Bunu düzdür, bəzi şagirdlər qaçıra bilər, amma diqqətlə qulaq asanda tapmaq olur. Deyir, o həşəratları yeyərək bu zəhəri əldə eləyir. Mətnin əsas mənası da ki, baxın, məsələn, burada deyir ki, all frogs, yəni bütün heyvanlar, bütün qurbağalardan danışmadı. Ona görə gedir. Sonra rainforest from Central and South America deyir ki, yağış meşələri, nəmli meşələr necə yaranır? Ümumiyyətlə meşədən söhbət getmirdi. Burada different types deyir, amma bizdə bir dənə tipdən danışdı, o da qurbağanın növündən. Burada da deyir, scientists research the toxins of poisons arrow frogs. Deyir, alimlər qurbağadakı zəhəri axtarırdılar. Yəni, qurbağadakı zəhəri axtarmırdılar. Sadəcə ümumi olaraq qurbağanın zəhərindən nələrsə düzəltməyə çalışırdılar. Tibbi ləvazimatlar düzəltməyə çalışırdılar. Ona görə bu da səhvdir. Elə variantım qalır. B. The characteristic and ecological significance of poison arrow frogs. Deyir ki, zəhərli qurbağanın ekologiyada əsas xarakteristikası. Yəni, onun nə ilə qidalanması, onun nəyə xeyirli olması ümumi olaraq mətnin mənası idi. Yəni, mətn belə rahat idi, elə də çətin deyildi. İndi esseni yazmaq istəyirəm sizlə bir yerdə. Deməli, biz birinci addımımız nədir? Şəklə baxırıq hər üçünə. Baxırıq, görürük ki, burada bir oğlandır, 2 dənə toyuqdur, hava günəşlidir və kənddədirlər. Belə nəzərə alsaq. İkinci şəkildə artıq toyuq evi midir, yoxsa him midir, artıq onu dəqiqləşdirərik. Əlində yem var, toyuğa yem verir. Sonra ən axırda da həmin o hindən toyuğun yumurtalarını yığır, gedir. Yəni evə gedir. Qısacası bunu necə yazmaq lazımdır? Deməli, başlamaq lazımdır ki, nə zaman baş verib? Başlayırıq necə? Baxın, birinci fikir verin, oğlanın giyimi biraz qalındır və yerlər biraz sarımtıldır. Sanki payız fəslini xatırladır. Ən birincisi başlayırıq ki, on a sunny day, xəttim biraz pis ola bilər. Kim istəsə mətni yazıb ataram. Rəy yazar, ataram. Daha doğrusu on a autumn day, sorry. Bir payız günü idi. On a sunny, günəşli olsun. Sunny autumn, yəni payız fəsli. Autumn day. İndi bu şəkli biraz təsvir eləyək. Tom hara gəlmişdi? Kəndə gəlmişdi və toyuqlarını görmək istəyirdi. Toyuqlarını görmək üçün kəndə gəlmişdi. Okay, vergül. Bu cümləni yazandan sonra on a sunny autumn day, on a summer day, ürəyiniz hansı bir söz istəyir yaz. Ondan sonra mütləq vergül qoyun. Yəni bu cümlənin qurtarması demək deyil. Başlayırıq. Tom, mən adını verirəm. Tom, həmişə ad verin. Tom, gəlmək sözünün keçmişi nədir? Go daha doğrusu getməkdir. Come, came. Came, mütləq. To, hara? The village. The village. Village. Nəyə görə? To see. Onun
toyuqlarını, onun nə idi ingilisində əvəzlik? Özündən sonra isim tələb eləyən. Təbii ki, his chickens. Chickens. Aha, bu bizim birinci cümləmiz hazır. Sonra deyək ki, onun 2 dənə toyuğu var idi. Biri qəhvəyi rəngdə, biri ağ rəngdə. He, normalda var nə deməkdir? Has'dir. Amma mən keçmişdə yazdığım üçün he had one brown and one white chicken. Aha, bu da hazır ikinci cümlə. Sonra gəlirəm ikinci şəklə. Baxın, onun əlində yem var və arxada da toyuğun evi var, hin var. Biz belə yaza bilərik. O qərara gəldi ki, hinə gedib toyuqlarına yem gətirsin. Toyuqlarını yemləsin. Deməli, he qərara gəlmək nədir? Decide. Burada amma keçmişdə yazdığım üçün decided mütləq to'sunu yazmalısınız. Decided to neynəsin? To go. Bunu vent eləməyin heç vaxt. Çünki decided zaten yazmışsınız. Decided to go to mütləq 2 feilin arasında həmişə to yazmalısınız. To go to the hin nədir? Elə toyuq evi kimi. Hen house. Mürəkkəb isimli. Hen house. To get some food nə üçün? Feed yemləmək üçün. And feed the chickens. Z-ni yazmalısınız. Çünki siz bəhs edirsiniz ki, mən həmin o toyuqları deyirəm. Chickens. Nöqtə. Bu da bitdi. İndi baxıram yenə ikinci şəkil. Çalışın hər şəkildə 2 dənə cümlə yazın. Baxıram, görürəm ki, toyuğun biri yoxdur. Bu nüansları diqqətdən qaçırmayın. Əgər sizə burada 2 dənə toyuq veriblərsə, burada birini veriblərsə, burada ümumiyyətlə verməyiblərsə, onu vurğulamaq istəyirlər ki, deməli siz burada toyuğun olmadığını yazmalısınız. Yəni görsələr ki, siz yazmısınız diqqətlisiniz, təbii ki, balınızı tam verəcəklər. Tam verməsələr belə, yəni ən aşağısı 15-14 var, yəni sizin balınız. Yəni bu nüanslara diqqət edin. Məsələn, görürsünüz, burada ağ var, qəhvəyi var, sonra burada qəhvəyi qalır. Burada ümumiyyətlə heç nə qalmır. Burada gələcəm indi niyə bu şey işarə eləmişəm. Hə, deməli feed the nə yazdım? Hə, feed the chickens. Cümləm qutardı. İkinci cümləyə gəlirəm. Yazıram ki, digər nədir? Toyuq. The other chicken gedib keçmişdə was gone so, baxın, mürəkkəb cümlə elədim. So və Tom neynəsin? Qəhvəyi toyuğu yemləsin. So Tom feed the brown chicken. Bu oldu ikinci cümlənin ikinci şəkli haqqında. Gəlirəm ən sonuncuya. Ən sonunda baxıram ki, deməli əlində bunun səbət var. Səbətin içində 1, 2, 3, 4, 5 dənə yumurta var. Bunu vurğulasanız çox yaxşı olar. Yəni sizin necə diqqətli olduğunuzu göstərir bu. Tom qayıdır evə. Əlində də 5 dənə toyuğu var. Toyuq nədir? Yumurtası var. İndi ən sonluq olaraq yazıram ki, in the end, the boy da Tom yazmıram da nə qədər. Təkrara çox yol verməyin. The boy götürür. Take daha doğrusu indikidir. Keçmişi took
Neçədən yumurta dedim? 5 eggs. Hara? Hardan? Yəni birinci hardan götürdüyünü qeyd eləyirik. From dan deməkdir. From home desəz evdən, from magazine isə supermarket isə supermarketdən. İndi deyirəm hindən. Hin necə idi? Hen house. Elə toyuq evi kimi. Hen house. From hen house and və nə edir? And evə qayıdır. Returned home. Bu qədər. Yəni belə yazsa sizə tam bal verməmə kimi şansları yoxdur. Gəlin indi bir dənə sözlərin sayını sayaq. Bəlkə heç 35 idi də. 35-i keçmir, amma mən əminəm ki, keçir. Baxın. 1, 2, artikelda sayın. 1, 2, 3, 4, 5. Vergül nöqtə sayılmır. 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60, 61. Görsünüz? 61 dənə sözümüz var. Yəni bunu yazsaz, təsəvvür edin ki, tam balı almışsınız. Hər cümləyə 2 şəkil. Ən yaxşı, burada bir dənə cümlə ola bilər. Hər şəklə daha doğrusu 2 cümlə. Burada 2 cümlə mütləq olmalıdır. Burada 2 cümlə mütləq olmalıdır. Yaxşı, burada da bir dənə olsa olar, amma çalışın 2 dənə olsun. Və salam, bu da sizin sınavınız. Kim sınavın internet, yəni PDF-ni istəsə mənə yazar. Növbəti videolarda görüşərik. Sağ olun.